Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Milli Hidrometeorologiya Xidmətinin yaydığı son məlumata əsasən iyulun 19-u və iyulun 20-si tarixlərində Azərbaycanın bir sıra bölgələrində, eləcə də Bakı və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə olunacağı gözlənilir. Bununla əlaqədar olaraq sarı xəbərdarlıq elan edilib. Mütəxəssislərin məlumatına görə qeyd olunan günlərdə şimal-qərb istiqamətindən əsəcək küləyin sürəti saniyədə 13,9 metrdən 20,7 metrədək çatacaq. Bu göstəricilər bəzi ərazilərdə güclü külək şəraitinin yaranacağını göstərir. Sarı xəbərdarlıq hava şəraitinin potensial təhlükə yarada biləcəyini ifadə edir. Bu fövqəladə vəziyyət demək deyil. Lakin vətəndaşların ehtiyatlı davranması, hava proqnozlarını izləməsi və təhlükəsizlik qaydalarına əməl etməsi tövsiyə olunur. Küləkli hava şəraiti ilk növbədə Bakı və Abşeron yarımadasını əhatə edəcək. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında da güclü külək gözlənilir. Xəbərdarlıq aşağıdakı rayon və şəhərləri də əhatə edir. Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Saatlı, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Daşkəsən, Goranboy, Naftalan və Gəncə şəhəri. Bu ərazilərdə yaşayan sakinlərə açıq havada olarkən diqqətli olmaq tövsiyə edilir. Güclü külək iri ağacların budaqlarının qırılmasına, yüngül konstruksiyaların yerindən tərpənməsinə və açıq sahələrdə müxtəlif əşyaların sovrulmasına səbəb ola bilər. Sürücülərə də diqqətli olmaları tövsiyə olunur. Xüsusilə yüksək sürətlə hərəkət edərkən körpülərdə, açıq magistral yollarda və dağlıq ərazilərdə güclü küləyin təsiri daha çox hiss oluna bilər. Avtomobilləri iri ağacların, köhnə tikililərin və reklam lövhələrinin yaxınlığında park etməmək daha məqsədə uyğundur. Balıqçılıqla məşğul olan şəxslər və kiçik həcmli qayıqlarla dənizə çıxmağı planlaşdıranlar da hava şəraitini diqqətlə izləməlidirlər. Güclü külək dənizdə dalğalanmanı artıra və təhlükəli vəziyyət yarada bilər. Bənd təsərrüfatı ilə məşğul olan vətəndaşlara da təsərrüfatlarında açıq qalan yüngül avadanlıqları möhkəmləndirmək, istixanalar və digər qurğuların təhlükəsizliyini yoxlamaq tövsiyə olunur. Mütəxəssislər bildirirlər ki, hava şəraiti dəyişkən ola bildiyindən rəsmi meteoroloji məlumatları mütəmadi izləmək vacibdir. Yeni proqnozlar və mümkün dəyişikliklər barədə məlumatlar açıqlanacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək. Bir daha xatırladaq ki, iyulun 19-u və iyulun 20-si tarixlərində Bakı və Abşeron yarımadasında, həmçinin Naxçıvan Muxtar Respublikası, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Füzuli, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Saatlı, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Daşkəsən, Goranboy, Naftalan və Gəncə şəhərində şimal-qərb küləyinin sürətinin saniyədə 13,9 metrdən 20,7 metrədək çatacağı proqnozlaşdırılır. Bizə xahiş edirik, hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıqlara əməl edin, özünüzün və yaxınlarınızın təhlükəsizliyini qoruyun. Bizi izlədiyiniz üçün təşəkkür edirik.